Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahumma Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli. 9. babın 18 məsələsini qeyd etdik. Keçən dərs 4 məsələ qaldı. Onu da qeyd edək. Sonra növbəti baba keçəcəyik Allahın izni ilə. Deyir ki, müəllif Ət-Təsiyyətə əşrətə ənə kullə mə zəmməllahu bihil yahudə və nəsara fil Qur'ani ənəhu lənə. Deyir ki, 19-cu məsələ Allah subhanahu teala Qur'an-ı Kərimdə Yahudi və Nəsraniləri məzəmmət etdiyi bütün hər bir şey bizə də aiddir. Yəni o şeylərlə ki, Allah subhanahu teala Yahudi və Nəsraniləri məzəmmət edib, danlayıb, qınayıb, həmən onlar o əməllərə görə, yəni məzəmmət bizə də aiddir. Yəni əgər müsəlmanlar Yahudi və Nəsranilərin yolunu tutub getsələr, buna görə onlara gələn məzəmmət, kitab əhlində gələn buna görə olan məzəmmət danmaq müsəlmanlara da aid edilir. Necə ki, Bənu İsrail Musa aleyhissalama dedilər, İcəllənə iləhən kəmələhum əlihə. Onların ilahı kimi bizə ilah düzəlt. Bənu İsrail kitab əhli idi, müşrikləri görürlər. Onların ilahı kimi, yəni bütə ibadət edən müşriklər, onların ilahı kimi bizə ilah düzəlt deyəndə, onda Allah təala deyir ki, innəkum qavmun təcəhəlun. Siz cahil olan bir qövmsüz və Peyğəmbər sallallahu əleyhi və səlləm səhabələrə dedi ki, qultum kəmə qalə Bənu İsrail li Musa. Bənu İsrailin Musaya dediyi kimi dediniz. Yəni əgər həqiqətən siz Bənu İsrail kimi olsanız, o zaman onlara aid olan hökmlər sizə də aid olacaq. Yəni ki, İslam'a nisbət olunmaq sadəcə bu heç bir fayda verməyəcək. Məsələn, Allah subhanahu ta'ala Bənu İsrail barədə deyir Quranda, Lu'inəl-ləzinə kəfəru min bəni İsrailə alə lisəni Davudə və İsa ibn Məryəm. Bənu İsrail, yəni İsrail evladları Davudun və Məryəm oğlu İsa'nın dili ilə lənətə gəldilər. Niyə lənətə gəldilər? Allah təala deyir ki, zəlikə bimə asav və kanu ya'tadun. Çünki onlar asilik etdilər və həddi aşdılar. Kanu la yetənahawna an munkarin fa'alu. Və aralarında olan münkərdən bir-birini çəkindirmirdilər. Deməli bu 3 vəsf. Buna görə lənət olunublar. Həmən bu vəsflər müsəlmanlarda da olsa, onlara aid olan, nisbət onlara lənət Quranda ya qismə ya da tamamilə müsəlmanlara da aid edilmiş olur. Sonra növbəti Əl-İşrun 20-ci məsələ. Deyir ki, ənəhum mütəqarrirun indəhum ənəl ibadət məbnəhə aləl-əmr. Deyir ki, səhabələr yanında sabit, yəni qərar olunmuş bir məsələ idi ki, ibadətlər əmrə bağlıdır. Peyğəmbər sallallahu gələn əmrə. Fəsara fihi ət-tənbih alə məsailil qabr. Və burada qəbr məsələlərinə də deyir ki, tənbih var. Əmmə mən Rabbuk, yəni Rabbin kimdir sualı deyir, fəvadihü deyir ki, aydındır. Və əmmə mən nəbiyyuk, amma Peyğəmbərin kimdir sualı, fəmin ixbarihi bi əbnəil qayb. Peyğəmbər sallallahu əleyhi və səlləm qeybdən xəbər verdiyinə görə. Və əmmə mədinuk, amma dinin nədir sualı? Fəmin qavlihim icəllənə iləhən ilə əxiri. Bizə ilah düzəlt və axıra kimi bu olan sözlərdən. Yəni müəllif burada deyir ki, həmin Peyğəmbər sallallahu əleyhi və səlləmin yanında olan o səhabələr yeni olmasına baxmayaraq, lakin onlar bilirdilər ki, yəni ibadətlər təvqifidir. Yəni Peyğəmbərdən götürülür, dindən götürülür. Öz yanından heç kəs ibadət icad edə bilməz. Ona görə də onlar öz yanlarından heç bir ibadət etmədilər. Əksinə Peyğəmbər sallallahu əleyhi və səlləmdən soruşdular. Çünki Allah Rəsulü deyir ki, və bunu bilirdilər, mən amilə əmələn neysə aleyhi əmruna fəhvə raddun. Kim bizim etmədiyimiz bir əməl etsə, o
rədd olunar, qəbul olunmaz. Sonra müəllifin deməsi ki, burada, yəni Peyğəmbərlə səhabələr arasında baş verən bu qissədə qəbirdə soruşulan məsələlərə tənbih var. Yəni qəbirdə, yəni ki, rububiyyət, peyğəmbərlik, bir də din, ibadət məsələləri. Çünki qəbirdəki ilk hesab elə bu şeylərə görədir, bu şeylərlə bağlıdır. Və sonra bunu izah edir müəllif, bu nə deməkdir? Deyir ki, amma qəbirdə soruşulan Rəbbin kimdir sualıdır, bu açıq aydındır, deyir. Yəni ki, Allahdan başqa xaliq olmaması, Allahdan başqa razıqın olmaması, Allahdan başqa tədbir edənin olmaması, bu məsələ aydındır və onlar, yəni bu inancına xələl gətirən heç bir əməl etməmişdilər. Rububiyyə məsələsində. Həmin o səhabələr dində yeni olsalar belə. Sadəcə Allaha yaxınlaşmaq üçün bir səbəb istəmişdilər, tələb etmişdilər. Allahdan bərəkət almaq üçün. Sonra müəllifin deməsi ki, amma Peyğəmbərin kimdir sualı Peyğəmbərin qeybdən xəbər verməsindən götürülür. Yəni ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin Musa ilə Bənu İsrail arasında olan qissəni xəbər verməsi və səhabələr də buna iman etmələri, buna iman etmişlər. Sonra müəllifin deməsi ki, amma dinin nədir sualı onların ilahları kimi ilah düzəlt sözündən götürülür. Yəni, ibadət məsələləri də dindən götürülür. Bunu da çatdıran Peyğəmbərdir və həmin sahabələr də buna nədir? İman etmişdilər. Əl-Hadiyyətə vəl-İşrun 21-ci məsələ Ənə sünnətə əhlil kitabi məzmumatun kə sünnətil müşrikin. Deyir ki, 21-ci fayda odur ki, kitab əhlinin yolu müşriklərin yolu kimi məzəmmət olunur. Kitab əhlinin yolu müşriklərin yolu kimi məzəmmət olunur. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, kəmə qalət Bənu İsrail li Musa. Bənu İsrail Musaya dedikləri kimi. Yəni istər müşriklər olsun, kitab əhli olmayan, istər kitab əhli olsun, bunlar yəni hökmdə eynidirlər. Küfür baxımından, kafir olma baxımından axirətdəki cəzaları cəhənnəmli olma baxımından eynidirlər. Bəzi əhkamlarda fərqlənsələr belə. Bəzi əhkamlarda fərqlənsələr belə, amma küfrün əslində, yəni küfrün əslində bunlar eynidir. Əs-səniyyətü vəl-İşrun ənəl-müntəqil 22-ci məsələ. Ənəl-müntəqilə minəl-batil əlləzi i'tədahu qalbuhu la yu'mən ən yəkuna fi qalbihi baqiyyətun min tilkəl-adə liqavlihim və nəhnu xudəsə əhdin bi kufr. Deyir ki, 22-ci sonuncu məsələdə bu babda, daha doğrusu 22-ci məsələ odur ki, batildən intiqal edən, hansı ki, qəlbi o batilə yəni adət edib, vərdiş edib, alışıb, batildən intiqal edən, yəni batildə tərk edib, haqqa gələn, hansı ki, batilə qəlbi yəni ki, adət edib, onun qəlbində o batildən qalan bəzi qalıntılardan İslam'a gələn sonra əmin olunmur. Əmin olunmur. Bunu hardan götürüb müəllif? Nəhnu xudəsə əhdi bil kufr sözlərindən. Həmin o səhabələr, o xətaya düşənlər sözləri ilə yəni dedilər ki, biz küfürlə əhdimiz yəni yaxın idi. Küfürlə əhdimiz yaxın idi. Yəni bəli belədir, həqiqətən insan yəni ta körpəliyindən ətrafın, yəni çevrəsinin onu əhatə edən, yəni çevrəsində olan adətlər və həmçinin sözlərlə, fikirlər və bunlarla, bu şeylərlə insan nədir? İç-içə olmağa məhkumdur. Sən uşaqlıqdan böyüdükcə sən eşidirsən, görürsən və insan da təbiəti etibarilə daima nədir? Çevrəsində olan insanların adətlərinə nədir? Uyğunlaşmağa çalışır. Elə deyilmi? Ta o vaxta qədər ki, sənin üzərində olduğun o adətlərin, o fikirlərin batil olduğunu sənə izah edən və yaxud batil olduğunu göstərən fikirlər sənə gələnə qədər. O zaman artıq sənin üzərində olduğun adət, üzərində olduğun etiqad, yol
bunun batil olduğu fikirlərlə rastlaşandan sonra artıq oradan yəni bilirsən ki, üzərində olduğun bu yol xətalı yoldur. Və bu yolu nədir? Bu yolu tərk etməyə başlayırsan. Lakin hələ qəlbində nə var, nə qalmış olur? Hələ o köhnə yoldan müəyyən hələ fikirlər birdən-birə təmizlənmir. Hətta sözlərində, hətta əməllərində, davranışlarında o qalmış olur, elə deyilmi? Və elə məsələ buna görə də nədir? İslam çevrəsində, İslam dövlətində yetişmək, böyümək olduqca mühümdür. Olduqca mühümdür. Hətta heç bu yəni kafirlərin, cahillərin bu batil adət-ənənələri eşidilməsin, görülməsin və təsir etməsin. İnsanın qəlbində heç bir şey bunlardan düşməsin. Bəs ona görə Allahın Rəsulü deyir ki, "Ənə bəri'un min kulli muslimin yuqimu beynə əzhuril müşrikin." Mən müşriklərin çevrəsində yaşayan hər bir müsəlmandan bəriyəm. Mən müşriklərin içində yaşayan hər bir müsəlmandan uzağam. Deməli, müsəlman öz ixtiyarı ilə qəti şəkildə bunu seçməməlidir. Boş yerə deyilmiş kəlmə deyil bu. Çünki onlara qarşı qəlbdə məhəbbət ola bilər, onlara oxşamaq istəyi yarana bilər, onlara təqlid başlaya bilər, sözlərdə, davranışlarda, əməllərdə və bu yavaş-yavaş adətlərə çevrilər, ibadətə çevrilər. Beləliklə də, necə ki, hədislərdə deyilən kimi, onlar وَلَوْ دَخَلُوا حُجْرَ ضَبٍّ لَدَخَلْتُمُ. Onlar kərtənkələ yuvasına belə girsələr, siz də girəcəksiniz. Bu hala gəlməmək üçün nədir? Mütləq müsəlman hicrət etməlidir. İslam diyarına, çevrəsini dəyişməlidir. Peyğəmbər sallallahu əleyhi və səlləm hətta o məsələ zinakar subay cəzalanması ilə yanaşı nə edilir? 1 il sürgün edilir. Niyə verilir bu 1 il sürgünlük? Niyə? Hətta o orada o gördüyü o günahın təsirindən təmizlənsin, uzaqlansın, o çevrənin təsirində qalmasın. Yəni, bu məsələlər olduqca mühümdür. Və bununla biz bu 9-cu bab bitirdik, elhamdülillah. Sonra 10-cu bab gəlir. Bu da bəbu mə cəə fi zəbhi li qeyrillah. Allahdan başqasına qurban kəsmək barədə olan bir babdır. Deməli, müəllif bu fəsildə şirkin növlərindən olan birini gətirir. O da Allahdan başqasına qurban kəsməkdir. Və bu fəslin məqsədi Allahdan başqasına qurban kəsməyin hökmü və bu barədə olan hədə, yəni bu barədə olan hədənin, həmçinin kim belə edərsə onun pis aqibətinin olmasının vəd edilməsi, məqsəd budur. Yəni Allahdan başqasına qurban kəsmək bu ta qədimdən müşriklərin əməllərindəndir. Müşriklərin əməllərindəndir, müşriklərin zahiri şüarlarındandır. Müşriklərin çox etdiyi əməllərdən birisidir. Yəni davamlı şəkildə etdiyi əməllərdən birisidir. Onlar öz bağlandıqları bütlərə, məbudlara həmişə nədir? Qurbanlar kəsərdilər onlara yaxınlaşmaq üçün. Və müşriklər yanında ən yaxşı ibadət növlərindən sayılardı. Qurban kəsmək. Allahdan başqasına. Yəni hətta bu əməli o qədər böyük hesab edərdilər ki, öz aralarında dindar olmayandan qurban kəsilməsi ilə ayırd edirdilər. Bu qədər yəni böyüdürdülər bu məsələni. Hətta müşriklər buna görə, yəni kim onların bütlərinə məsələ qurban kəsir, kim kəsmirsə, buna görə dostluq və düşmənçilik edirdilər. Necə ki, məsələn, zamanımızda bəziləri deyirlər ki, siz niyə bizim ziyarət etdiyimiz yerlərə ziyarət edib, orada məsələ filan əməlləri etmirsiniz, qurbanlar kəsmirsiniz, deməli siz bizim məbudlarımızı sevmirsiniz, istəmirsiniz və s. Buna görə bizdən düşmənçilik edirlər. Bu əməl tam, yəni müşriklərin əməlidir. Onlar düşmənçiliyi bunun üzərində, şirkin üzərində qururdular.
öz məbudlarını, bütlərini təzim etmək, onlara yaxınlaşmaq məqsədi ilə yəni müxtəlif formalarda qurban kəsmək ayinləri hətta törədirdilər. Hətta buna görə məsələn müəyyən mövsümdə təyin etmişdilər. Məsələn Rəcəb ayında onlar Rəcəb ayını ayırmışdılar. Rəcəb ayında qurbanlar kəsərdilər və bu ayı çox təzim edərdilər. Rəcəb ayını təzim edərdilər. Niyə görə? Çünki o ayda kütləvi şəkildə qurbanlar kəsirdilər bütlərinə. Necə ki məsələ, Rafizlər Muharram ayını təzim etdikləri kimi. Amma nə ilə təzim edirlər? Şirklə. Şirk əməlləri ilə Muharram ayını təzim etdikləri kimi. Yəni bütlərin huzurunda qurban kəsmələri məşhurdur bütpərəstlərdən və müşriklərdən. Hətta daha yaxın olmaları üçün öz bütlərinə, məbudlarına kəsdiyi qurbanların qanlarından öz cəsədlərinə, başlarına yəni sürtərdilər, çəkərdilər. Və deməli Allahdan qeysə qurban kəsmək müşriklərdə bu nədir? Böyük bir ibadət hesab edilirdi. Və bu əməl, qurban kəsmək məsələsi tövhid məsələlərindəndir və dinin əsli etiqadi məsələlərindəndir. Və buna görə də şəriət bu əməlin bəyanı ilə gəlib. Şəriət bu əməlin bəyanı ilə gəlib. İslam dini qurbanı Allahdan başqasına kəsməyi qadağan əmri və yalnız Allah üçün kəsməyi əmr etməsi ilə gəlib. İslam dini qurbanı Allahdan başqasına qadağanla və yalnız özünə kəsməyi əmr etməklə gəlib. Yəni ümumən hər hansı bir şeydə Allah Subhanahu taalanın o şeydə əmri varsa, deməli o nədir? O ibadətdir. O ibadətdir. Və ibadətdirsə, o zaman yalnız Allah üçün edilməli, Allaha sərf edilməlidir. Allah üçün edilməli və Allaha sərf edilməlidir. Allah Teala deyir ki: "Fasalli li rabbika vanhar." Rəbbin üçün namaz qıl və qurban kəs. Necə ki namazın Rəbbin üçündür, eləcə də kəsdiyin qurban Allah üçün olmalıdır. Deməli, Allah üçün kəsilən qurban tövhid. Allah üçün kəsilən qurban tövhid və ibadətdir. Allahdan başqasına kəsilən qurban isə nədir? Zəlalət və şirkdir. Allah üçün kəsilən qurban tövhid və ibadətdir. Allahdan başqasına kəsilən qurban isə zəlalət və şirkdir. Və Allah üçün kəsilən qurban Allah üçün kəsilərsə, bu həqiqətən də böyük bir ibadətdir. Böyük bir ibadətdir. Çünki bu əməldə Allah Subhanahu taala yaxınlıq var. Bu əməldə Allahı təzim etmək var. Allahın sevdiyi əməl yerinə yetirmək, əmrinə tabe olmaq var. Öz malından Allah üçün xərcləmə var. Allah barədə yaxşı zəndə, hüsn zəndə olma var. Yəni Allah üçün qurban kəsmək budur. Və qəlbən və zahiri əməllərlə də yerinə yetirilən bir ibadət növüdür. Və şəriətdə təyin edilən bütün qurban növləri, həcdə kəsilən qurban, ümrədə kəsilən qurban və yaxud bayramda kəsilən qurban, fidyə olaraq kəsilən, nəzir qurbanı, Allah üçün kəsilən, ondan sonra əqiq qurbanı, kəffarə üçün, Allah üçün kəsilən qurbanı kəffarə olar. Bütün bunların hamısı, bu qurban növlərinin hamısı Allah üçün sevimlidir. Allah üçün sevimli olan qurbanlıq növlərindəndir. Çünki hamısı Allah Subhanahu taalanın əmri ilə və Peyğəmbər sallallahu əleyhi və səlləm nədir? Göstərişi ilə yerinə yetirilir. Və belə olduqda həmin əməl Allah üçün edilən ibadət sayılır. Allah Subhanahu taala özünə yaxınlaşmaq üçün, özünü təzim etmək üçün qurbanlıq qanın axıdılmasını sevir. Özünə yaxınlıq, özünün təzim edilməsi üçün qurbanlıq heyvanlarının qanının axıdılmasını Allah Subhanahu taala sevir. Ona görə də həcc kimi mövsümlərdə, bayram kimi mövsümlərdə qurban kəsmək məşru edilərək ibadət hesab edilir. Məşru edilərək ibadət növlərindən hesab edilir. Və belə olduqda da həmin bu ibadət növünü Allahdan başqasına sərf edildikdə bütün dediyimiz mənalar Allahdan başqasına sərf edilmiş olur.
Bütün dediyimiz mənalar. Nədir o dediyimiz mənalar? Yaxınlıq, iftiqar, Allah üçün möhtaçlıq, Allah barədə yaxşı zənn, Allaha bağlılıq, Allaha yaxınlıq. Bu əməllə. Allah üçün olmayan da Allahdan başqasına onda bütün həmən o şeylər, bu mənalar hamısı Allahdan başqasına verilmiş olur. Bu da şirkdir. Ona görə də Allaha qurban kəsmək tövhid, Allahdan başqasına qurban kəsmək isə şirkdir. Allah Subhanahu taala Allaha, yəni Allah Teala'ya qurban kəsmək bu dinin şüarı və muvahhidlərin əlamətidir. Allaha qurban kəsmək, Allahın əmri ilə, Allah üçün, Allaha təzim etmək məqsədi ilə qurban kəsmək dinimizin zahir şüarlarından və muvahhidlərin, Allahı təkləyənlərin əlamətlərindəndir. Allahdan başqalarına qurban kəsmək isə müşriklərin şüarlarından və əlamətlərindəndir. Allahdan başqalarına, qəbirlərə, pirlərə, şəxslərə və s. kimlərə, məbudlarına kəsmək qurban. Bu, müşriklərin şüarlarından və əlamətlərindəndir. Və müşriklər, yəni istər əvvəlkilər, istər zamanımızda olanlar, onlar qurban kəsməkdəki məqsədləri müxtəlifdir. Müxtəlif növlərdir, yəni növləri müxtəlifdir. Bəzən qurbanı, məsələ, məbudlarına yaxınlaşmaq üçün kəsərlər. Bəzən nəsə bir istəkləri olarsa, arzuları, istəkləri Allahdan başqasına qurban kəsərlər. Bəzən nədənsə qorxarlarsa Allahdan başqasına qurban kəsərlər. Və bəzən də təzim etmək üçün, Allahdan başqasına onu təzim etmək üçün nədir? Qurban kəsərlər. Yəni, ola bilər müşrik, məsələ, kəsdiyi qurbanı həmən məbuduna kəsdiyi qurbanı, məbud da nədir? Büt də ola bilər, daş da ola bilər. Məbud nə deməkdir? İbadət olunan. Bu da nə ola bilər? Daş ola bilər, ağac ola bilər, qəbir ola bilər, cin ola bilər, mələk ola bilər, gün ola bilər, hətta peyğəmbər ola bilər, salihlər ola bilər və s. Yəni, ola bilər məbuduna yaxınlaşmaq üçün kəsir qurbanı. Çünki ona yaxınlaşmaq üçün, yəni onu razı salmaq üçün. Kəsir ki, həmin o təzim etdiyi, böyütdüyü o məbudu, o qəbir sahibi məsələ kimdirsə, nəzərində tutduğu imamlar, o salihlər kimdirsə və s. ona yaxınlaşmaq üçün kəsir. Niyə? Hətta onu razı salsın deyə. Niyə razı salsın? Onu bununla razı salsın ki, o da bunun ehtiyaclarını Allaha qaldırsın. O da bunun ehtiyaclarını Allaha qaldırsın. Yəni, onlar deyirlər ki, biz məbudlarımız üçün nəsə edək ki, onlar da bizə etsinlər. Yəni, bu müşriklərin qədimdən olan şirk fəlsəfələridir. Deyir, biz nəsə edək, cadugarlar kimi. Biz cinə xidmət edək, onlar da bizə xidmət etsin. Yaxşı, nədir bunların onlara xidməti? Bunların onlara xidməti onlara ibadətdir. Onlara ibadətdir. Biz onlara qurban kəsməklə yaxınlaşaq. Onlar da nədir? Onlar da bizim ehtiyaclarımızı Allah Subhanahu taalaya qaldırsınlar. Yəni ki, onlarda birbaşa Allaha yaxınlıq yoxdur. Yəni, ibadət, vəscud vaqtarib. Səcdə et, Allaha yaxınlaş, məsələ. Allaha dua etmək birbaşa, Allaha qurban kəsmək. Yox. Bəx dediyimiz ayədə kimi. Fəsalli li rabbikə vanhar. Rəbbin üçün namaz qıl, qurban kəs. Onlarda isə nədir? Birbaşa Allaha yaxınlıq yoxdur. Allaha şirk edərək yaxınlaşırlar. Şirk edərək. Yəni, təbii ki, öz aləmlərində və Allah Teala necə də doğru deyir. Və mə yu'minu əksərhum billah illə və hum müşrikun. Onların əksəriyyəti Allaha müşrik olduqları halda iman edirlər. Müşrik olduqları halda, yəni şirk etdikləri halda onların əksəriyyəti Allaha bu cür iman edirlər. Və deməli, ola bilər ki, nəyə görə qurban kəssinlər dedik? Yaxınlığa görə. Yaxınlığa görə. Onlara yaxın olsunlar, onları razı salsınlar. Hətta onlar bunların ehtiyacları nədir? Allaha qaldırsın. Və hərdən ola bilər ki, qurbanı Allahdan qeyrilərinə nədənsə qorxduqları üçün kəssinlər. Nədənsə qorxur. Ya həmin bütdən qorxur məsələ. O məsələ təzim etdiyi o kimsə pirdir, ya seyyiddir kimsə, məsələn deyir onun cəddi var və s. Qorxur ondan. Ona görə kəsir. Və yaxud ola bilər cinlərdən qorxur. Cinlərdən qorxur
və onların şərrindən qorxur və onların şərrindən qorunmaq üçün məbudlarına, hətta o cinlərin özünə xəyalında bir cin aləmi var, o cinlərin şərrindən qorxur, hətta təyin etməsə belə. Deyir ki, mən cinlərə kəsirəm qurbanı. Ki, onların nədir, şərrindən xilas olmaq üçün. Və ona görə də baxırsan ki, hərdən, məsələ bu qədimdə də olub, zamanımızda da oxşar şeylər var. Hardasa, məsələ bir məkanda, bir yerdə bu müşriklərdən birisi ev tikəndə, həmin bölgənin cinlərindən, şeytanlarından və yaxud orada olan şər qüvvələrdən qorunmaq üçün götürür qurban kəsir. Götürür qurban kəsir. Və yaxud kəsdiyi qurbanların qanından götürürlər, məsələ, evinə qoyduğu yeni mebellərə çəkirlər ki, cinlərin şərrindən qorunmaq üçün. Və yaxud evin astanasında qurbanı kəsirlər, qanı axıdırlar ki, cinlərə kəsirlər və yaxud məbudlarına kəsirlər ki, hətta o cinlərdən, o cinlərin şərrindən nədir? Qorunmaq üçün və bütün bunların hamısı nədir? Allah Subhanahu Taala'ya şirk qoşmaq, ortaq qoşmaqdır. Yəni qoruyan Allah Subhanahu Taala olduğu halda bunlar isə qorunmağı nədir? Kimdən? Başqa şeylərdən tələb edirlər, Allahdan qeyrisindən. Və hərdən də bu müşriklərdən ola bilər ki, yəni cadugar və ya sehirbazların yanına gedirlər, məsələ hansısa ehtiyacları üçün, hansısa ehtiyaclarını qarşılamaq üçün, hansısa sıxıntını aradan qaldırmaq üçün gedirlər bu kimi şarlatanların, cadugarların, sehirbazların yanına və onlardan tələb edirlər ki, həmin o sehirbazlar da, cadugarlar da böyük bir məbləğ müqabilində deyirlər ki, gedin, məsələ filan ya məbuda, ya filan cinə qara bir qoç kəsin və yaxud qırmızı bir xoruz kəsin. Bunlar da belə edirlər, şirkə düşürlər bununla və zülmət üzərə nədir? Zülmətdir. Əvvəla ehtiyaclarını qarşılamaq, aradan qaldırmaq üçün bunlar Allahın kitabına, Allahın dininə yox, Allaha yox, kimə müraciət etdilər? Sehirbazlara, nədir? Cadugarlara və bu kimi şəxslərə, bu özü bir küfür. Sonra onlara tabi olmaları başqa bir zülmət və küfür. Yəni onlar deyəndə ki, belə edin. Hələ tabiçiliyin özü başqa bir zülm, küfür. Üstəlik gəlib əməlləri ilə şirkə düşmələri, Allahdan başqalarına qurban kəsmələri başqa bir zülm və küfürdür. Zulmətun ba'duha fawqa ba'd. Allah dediyi kimi. Bir-birinin üzərində olan zülmətlər. Allah Subhanahu taala buyurur: "Əmmən yucibul muttara izə da'ahu və yakşifus-su və yec'alukum xulafa'al ard. İlahum ma'allah qalilan ma tezekkarun." Sıxıntıya düşdüyü zaman dua edərsə və onu çətinlikdən qoruyan, sıxıntılardan uzaqlaşdıran kimdir? Və sizləri yer üzünün xəlifəsi edən kimdir? Allahdan başqa ilah mı var? Necə də az düşünürlər. Və sonra ola bilər ki, hərdən də müşriklər, yəni qurban formalardan nəyə görə kəsirlər? Allahdan qeyrisinə təzim etmək üçün. Təzim etmək üçün. Yəni təzim də elə bir məsələdir ki, təzim məsələsi. Yəni təzim böyük tutmaq, uca tutmaq, ən üstün hesab etmək, qarşısında qul olmaq. Təzim bu deməkdir. Ucaltmaq, hər şeydən böyük hesab etmək və qarşısında özünün qulluğunu etiraf etmək. Hansısa ki, bütün bunlar tək Allaha aiddir. Bütün bu xislətlər nədir? Tək Allaha aid olan məsələlərdir və təzim də həmişə nə ilə ortaya çıxır, nə də qəlblə bərabər əməllərlə. Yəni, sənin Rəbbinə səcd etməyin Allaha təzim etməyindir. Sənin Rəbbinə qurban kəsməyin Allah Subhanahu Taalanı təzim edib böyük, uca tutmağındır. Amma həmin əməl Allahdan başqasına olarsa, o zaman bu təzim Allaha deyil, Allahdan başqası üçün olmuş olur, o da şirkdir. Bu da şirkdir. Niyə? Allahın xüsusiyyətlərindən hər hansı birini, o da təzim məsələ. Allahın xüsusiyyətlərindən hər hansı birisində başqalarını Allaha ortaq etməkdir. Və Allahın xüsusiyyətlərindən hər hansı birisində başqalarını Allaha ortaq etmək bu şirkdir. Şirkin, yəni təriflərindən birisidir. Allahın xüsusiyyətlərindən
hər hansı birində başqalarını Allaha ortaq etmək bu nədir? Şirkdir. Və dediyimiz kimi həmin bu cinlərə kəsmək, qəbirlərə kəsmək, pirlərə kəsmək, ocaqlara kəsmək aparıb, haradasa kiməsə kəsmək, hətta diri həyatda olan şəxsiyyət olsa belə, onu təzim məqsədi ilə o məsələ gələndə, onun aparıb ayağının altında kəsmək, bütün bunların hamısı nədir? Bütün bunların hamısı şirkdir və kəsilən həmin qurbanların ətləri də hamısı nədir? Hamısı haramdır. Allah Subhanahu taala buyurur ki: "Hurrimet aleykumul meytetu ve'd-demu ve lahmul khinzir ve ma uhilla li gayrillah." Allah Teala buyurur ki, onlara qan, ölmüş ət, meyit, yəni leş və donuz əti və Allahdan gerisinə kəsilənlər haram edilmişdir. Haram edilmişdir. Və sonra növbəti dərsdə inşallah qurban kəsməyin yenə bəzi növlərini və təqsimatlarını danışarıq. Bu qədər yetər. Düzünü Allah bilir. Allah Subhanahu taala bizləri muvahhidlərdən etsin. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi ecmaîn.